Salam əziz şagirdlər, biz bu gün sizinlə 9-cu sinif buraxılışına üçün müxtəlif 3 mövzudan sualların izahına baxacağıq. Birinci sualda bizə deyir ki, x kvadrat çıx 4x çıx 2 0 kvadrat təninin kökləri x1 və x2 olarsa, kökləri x1 bölü x2 və x2 bölü x1 olan kvadrat tənliyi qurun. Gəlin ilk öncə biz x kvadrat çıx 4x çıx 2-ni Viet teoreminə görə həll edək və buradan bilirəm ki, x1 ilə x2-nin cəmi B-nin əks işarəsinə, yəni müsbət 4-ə, x1 vur x2 isə sərbəst həddə, yəni mənfi 2-yə bərabərdir. Bizə isə şərtdə deyir ki, köklərin biri x1 bölü x2 olsun, digəri isə x2 bölü x1 olsun. Yəni bu deyir sənin x1-in olsun, bu isə sənin x2-in olsun. Və mən bunları toplasam, yəni x1 üzərinə gəlsin x2 edər. O isə bərabər olar, bunları ortaq məxrəcə gəlsəm x1 vur x2, sürətdə isə x1-in kvadratı üzərinə gəlsin x2-nin kvadratı. Bu isə bərabər edər. Sürəti mən müxtəsər vurma düsturuna görə açsam, x1 üzərinə gəlsin x2-nin kvadratı çıx 2x1 x2 bölünsün x1 vurulsun x2. Bu isə bərabərdir. İndi x1 üzərinə gəlsin x2 4, 4-ün kvadratı 16, çıxılsın 2-ni mənfi 2-yə vursam müsbət 4, bölünsün mənfi 2, bu isə 20 bölü mənfi 2, o da bərabər edər mənfi 10. Bəs x1-i mən x2-yə vursam neçə edər? x1-im deməli mənim x1 bölü x2 idi. x2-im isə x2 bölünsün x1 idi. Və buradan taparam ki 1 edər. Və mən gətirib tənliyi yazsam, tənliyim bu cür alınır. X-in kvadratı bizdə cəmi neçə oldu? Mənfi 10. Deməli, üzərinə gəlsin 10x. Çünki əks işarə ilə Viet teoreminə görə çevrilmiş kvadrat tənlikdə əks işarə ilə yəni cəmi götürürük. Üzərinə gəlsin sərbəst hədd, o da 1. Bərabər 0. Doğrudan da mən x1-in üzərinə x2 gəlsəm mənfi 10, x1 x2-yə vursam müsbət 1 tapmış olaram. Doğru cavabımız C variantı. Keçək növbəti suala. Növbəti sual isə tənliklər sistemi ilə bağlı sualdır. Bizə deyir ki, k-nın hansı qiymətində 2x üzərinə gəlsin ky bərabərdir mənfi 6 və mənfi 5x plus 3y bərabərdir 15 tənliklər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həlli olmaq üçün A1-in A2-yə nisbəti bərabər olmalıdır B1-in B2-yə nisbətinə. O da bərabər olmalıdır C1-in C2-yə nisbətinə. Və gətirib yerinə qoysam mən A1-in yerinə 2, A2-nin yerinə mənfi 5, B1-in yerinə K, B2-nin yerinə 3, C1-in yerinə mənfi 6, C2-nin yerinə isə 15. Və gətirib bunu 2 dəfə həll etməliyəm. 2-nin yəni mənfi 5-ə nisbəti K-nın 3-ə nisbətinə bərabər olmalıdır. Bir dəfə də K-nın 3-ə nisbəti mənfi 6-nın 15-ə nisbətinə bərabər olmalıdır. Buradan tapıram ki, mənfi 5K edər 6, K bərabər edər mənfi 1/2. Və buradan da taparam ki, 15K bərabər edər mənfi 18, K bərabər edər mənfi 1/2. Deməli, doğru cavabım B variantı. Keçək növbəti suala. Növbəti sualda isə çevrə bölməsi ilə bağlı sualdır. Bizə deyir ki, AB toxunan, AD isə kəsən və AC-nin CD-yə nisbəti 4-ün 9-a olarsa, CD çıx AC də 10 olarsa, AB-nin uzunluğunu tapın. Gətirin AC-nin yerinə 4K yazın. Çünki bunlar uyğun olaraq nisbətini verib bizə. CD-nin yerinə isə 9K. Və burada biz bunu yazsaq, CD-nin yerinə 9K, AC-nin yerinə isə 4K. Bu bərabər edər 10. Və buradan tapıram ki, 5K 10-dursa, K da 2-dir. Və gətirib yerinə yazsam, AC-m neçə olur? 4-ü 2-yə vursam 8. CD-m isə 18. 9-u 2-yə vururam 18. Və mən çevrədə belə bir düstur bilirəm ki, AB toxunandısa, AB-nin kvadratı bərabər olur AC vurulsun AC plus CD-yə. Və indi gətirib yerinə qoysam, AB-nin kvadratı bərabər olar. AC-m neçədir? 8. AC vurulsun, yenə AC-m 8, CD-m isə 18. Və buradan da taparam ki, 8 vurulsun, 8-in üstü 18 gəlsəm 26. Və tapıram ki, AB-nin kvadratı bərabər edər
Mən 8-i belə yazsam, 8 vur 2 vurulsun 13. Bu da bərabər edər 16 vur 13. Və AB isə bərabər edər kök altında 16 vur 13. Bu isə bərabər edər 4 kök 13. Doğru cavabım 4 kök 13. Ümid edirəm xoşunuza gəldi və hər biriniz üçün faydalı oldu. Əgər xoşunuza gəldi və ya faydalı oldusa, bəyənməyi unutmayın.